Vidadi mənim bu Qeys nənəmin maması qızı Fatmanizə xalanın oğlu idi. Bunlar Gəncədə yaşayırdılar. Gəncədə Sərdar bağının yanında, Rus kilsəsinin yanında idi evlər. 61-ci ildə mənim kiçik dayım Arif Əfəndiyevi Tovuz rayonuna birinci katib təyin eləmişdilər. O vaxt ən cavan katib idi, 28 yaşı vardı cəmsi. Füzulidən mənim anam gili, öz bacısı gilini ailəni köçürtdə apardı Tovuza. Tovuzda mən də hər azidə oxuyurdum burada, birinci kursda. Arif dayım deyirdi ki, bəs darıxıram, kanikullarda gəl yanıma. Hətta maşın yollayırdı arxamca. Bir gün küçədə gedirdim belə. Qabağımı bir bəstə boylu, yaraşıqlı bir cavan oğlan kəsdi. Özü də belə gülə-gülə, gülümsəyə-gülümsəyə. Mənə qayıtdı ki, bağışlayın, siz Çingiz deyirsiniz. Dedim, bəs Çingizəm. Dedi ki, bəs mən Vidadiyəm. Düzü, mən əvvəlcə heç kəsdirə bilmədim. Nə Vidadi, hansı Vidadi? Dedi ki, yox, mən Fatmanizə xalanın oğlu Vidadiyəm. Bax, belə Vidadi ilə bizim ilk görüşümüz bu cürə baş verib. Sonra rəhmətli İlyas dayım Gəncədə bizə ev aldı. Biz köçdük, gəldik Gəncəyə. Və həmən illər mənim bütün cavanlığımın formalaşdığı illər əslində Gəncə mühiti ilə bağlıdır. Və mənim orada ilk dostum, qardaşım, yoldaşım da elə Vidadi idi. Dediyim kimi şəhərin bunlar laf mərkəzində olurdular. Vidadinin o vaxt yadımdadır, dostları vardı. Füzuli, Polad Pişnəmazov. Bunların evinə yaxın Sabir küçəsində, Gəncəlilər küçə deyirlər, bilirsiniz, bir kinoteatr vardı. Bu kinoteatrda Vidadinin dostlarından biri gecə qarolçusuydu. O gecə qarolçusunun balaca bir otağı vardı. Biz axşamlar kinoteatrda bütün seanslar qutarandan sonra yığışardıq o otağa. Mən o vaxta kimi görmədiyim qəribə bir məsələnin şahidi olardım. İndi adlarını yaş xatırlamadığım bəzi digər o devrin Gəncə cavanları, yiğitləri. Ən müxtəlif mövzularda səhərə kimi söhbətlər gedirdi burada. İndi Vidadi haqqında mən düşünəndə Vidadini o devrini xatırlayıb, Vidadini mən bir söhbət polemika dahisi kimi xatırlayıram. O xarakter, o bacarıq onda məhz həmən o mühitdə formalaşmışdı. Bu Vidadiyə yazdığım şeirdir. Cızığından çıxma bala, deyərdi nənəm. Yolunu azma oğul, deyir anam. Arvad sözünə qulaq asa-asa üzü yola olmuşam. Ehtiyatlı anamın, ehtiyat igidin yaraşığıdır sözü ilə yaşad olmuşam. İndi bir ehtiyatlı dairəyə düşüb ömrüm, ehtiyatlı dairədə dolanıram, ehtiyatlı yaşayıram. Dolanıram, fırlanıram. Qulağımda nənəmin səsi, cızığından çıxma bala, cızığından çıxma bala, çıxacağam amma. Qopacağam bir gün ömrümdən meteor kimi, nə ola-ola. Yer kürrəsi deyiləm ki, orbitdən çıxsam, dünya dağılır. Vidadi ilk hekayəsi, yəni iki hekayə
bildiyiniz kimi əsasən yazmışdı. Vağzalda və Çarpaz bucaqlar. Vaxtilə də 68-ci ildə Ulduz jurnalının 4-cü nömrəsində mənim şeirlərim rəhmətli Rəsulzanın təqdimatında, Vidadinin isə hekayəsi İsim Əlizadə rəhmətliyin təqdimatında dərc olunmuşdu və hər ikimizin şəkli eyni bir səhifədə verilmişdi. Bu da qəribə bir, taleyin qəribə bir işarəsidir. İndi mən fikirləşirəm ki, Vidadi Vağzalda adlı hekayə yazmağı Vidadi üçün çox böyük bir qanuna uyğunluğun nəticəsi idi. Baxmayaraq ki, Gəncədə o şəhərin mərkəzində yaşayırdı. Amma Vidadi bir növ vağzal uşağı idi. Vağzal uşağı idi. Və bir qəribə bir şey də vardı sonralar. Deyək ki, bildiyiniz ki, bu tanıdığın indi yetişən, pərvəriş tapan, məşhur şairlərimiz olan cavanların çoxusu Vidadi məktəbindən keçmiş uşaqlar. Bunlar bəzən çəkinə-çəkinə Vidadi nə deyəcək? Öz şeirlərini Vidadiyə təqdim edirdilər. Bax, həmin o vağzal mövzusunun temasının davamı kimi mənə elə gəlir ki, Vidadi o vağzalda, o ədəbiyyat dayanacağında bu insanları qarşılayırdı. Bu rayonlardan, kəndlərdən gələn, bu cavan, istedadlı, ürəyi təmiz, qəlbi eşqlə, məhəbbətlə, gözəlliyə can atmalarla dolu olan. Bunları qarşılayırdı, bunlara elə bil ki, bir xeyir-dua verirdi və sonra onları elə o vağzaldan da özünün heç vaxt getməyəcəyi bir uzaqlığa, bir gələcəyə yola salırdı. Amma özü həmişə elə o vağzalda qalırdı. Çarpaz bucaqlar hekayəsindən. Hər dəfə ayrılanda ikimizə də elə gəlirdi ki, həmişəlik ayrılırıq. Bir həftə, 10 gün keçəndən sonra yoxluğumuzu azacıq hiss eləyirdik. Biz bir-birimizə məhrəm olmuşduq, vərdiş eləmişdik. Zəngləşib sakit bir güşədə görüşürdük. Amma bir də belə etməyəcəyim. Bugün onunla qutaracağım. Və görüşdən sonra çəkiləcəyim otağıma monoloq deyəcəyim. Əlvida şeypurların gür səsi, əlvida Kipr adası, əlvida saray. Onunla görüşüm saat 7-dədir. 7. Məni gözləyən saraya yaxınlaşıram. Üzü həmişəki kimi laqeyd deyildi. Salam. Salam. Gəl bu axşam biraz gezək. Sonra bizə gedərik. Təklifdə xəfif bir yalvarış duydum. Mənə ağzım açmağa imkan vermədi. Bu məni hiss eləmirdi. Elə bil bir əşyadan, özü üçün fərqli olmayan bir şeydən tutmuşdu. Qolumu çəkmək istədim. Buraxmadı. Mənə qısıldı. Bir-birimizə baxdıq. Mənim sərt nəzərim onu səni hiss eləyirəm ifadə edən mehriban baxışlarında əriyib mülayimləşdi. Günoya həvəslə gedirdik, hər ikimiz. Mən bu anda simləri gərilmiş musiqi aləti kimi idim. Göz yatağa bənzəyir. Mən bir adamlıq yatağı axtarırdım. Saranın gözləri isə çox adamlı idi. Kinodan çıxdıq, özümü yorulmuş hiss elədim. Bir qədər gedib ayrıldıq. Hərəmiz bir səmtə, müxtəlif qütblərə. Yağışlı günlər, Vidadiyə. Bir zaman elə bilirdim, mənim günlərimdir yağışlı günlər. Çıxardım,
qalxardım hündür bir yerə, ayağım altında yağışlı günlər, baxardım yağışda çimən şəhərə, deyərdim, Vidadi, yağış yağanda mənə qonaqsınız, yığışın gedək. Hanı o yağışlar, hanı Vidadi, qalıb saçlarımda yağışın ətri, qalıb dodağımda yağışın dadı, yanağımda sərin nəfəsi qalıb, gözümdə qurumuş sevinci qalıb, qulağımda səsi qalıb. Əlimi yelliyim illər üstündən, gəl səni yağışa qonaq eləyim. Yağış qonaqlığı necədir qardaş? Dodaqlarım cadar-cadar, yanaqlarım solub gedib, yollarıma çıxan illər, sevincimin, heyrətimin taqətini alıb gedib. Hanı o yağışlar, Vidadi, hanı? Ay suyu sovulmuş el dəyirmanı, hanı o yağışlar, hanı? Yağışlı günlərimiz niyə azaldı, niyə? Bəlkə göyə çıxdı, göyə? Neyniyim Vidadi, neyniyim? Yağışlı günləri gecavə kimi oradan endirməyə gücüm mü çatar? Yağışlı günlərdən asılı qalan ürəyim cadar-cadar, səsim, sözüm cadar-cadar. Bugünün özünə qədər o dövrün ədəbi mühitini, o dövrün ədəbi prosesini, o dövrün ədəbi həyatını Vidadisiz təsəvvür eləmək mümkün deyil. Vidadi bilirsiniz elə bir maqnit kimi bütün bu istedadlı adamları, istedadlı cavanları, yazıçıları, xüsusən tənqidçiləri, alimləri öz ətrafına çəkirdi. Və o ətrafın, o mühitin, o gözəl ədəbiyyat mühitinin, o gözəl sənət mühitinin mərkəzində olan, mərkəzində dayanan bir adam idi. Bilirsiniz, deyirlər, filankəs istedadlı yazıçı idi, filankəs istedadlı şair idi. Vidadi ilə əlaqədar mən həmişə düşünəndə fikirləşirəm ki, Vidadi son dərəcə istedadlı bir insan idi. O, böyük bir yazıçı ola bilərdi, böyük bir ədəbiyyat adamı, ədəbiyyatşünas, tənqidçi ola bilərdi. Bu böyük potensial onun daxilində var idi. Amma bu potensial əyaniləşmədi. Amma bununla bərabər Vidadinin özünün şəxsiyyəti, onun koloriti, mən belə deyərdim ki, 20-ci əsrin son rüblərində, dediyim kimi 60-cı illərdə, 70-ci illərdə, 80-ci illərdə Azərbaycan ədəbi mühitinin tarixinə düşüb. Və təsəvvür edin, Vidadinin artıq o qəfil ölümündən, o qəzadan, avtomobil qəzasında 88-ci ildə rəhmətə getdi. O vaxtdan keçib, az qala 15 il keçib, 14-15 il keçib. Bu müddətin özündə də hər bir ədəbiyyat söhbətində Vidadi xatırlanır. Hər bir o dövrlə bağlı mülahizələrdə, o dövrlə bağlı xatirələrdə Vidadi həmin xatirələrin mərkəzində dayanan insanlardan birisidir. Bu adamda son dərəcə yüksək səviyyəli, dəqiq bədii zövq var idi. Məsəl üçün, mənim yadıma gəlmir hələ indiyə qədər ki, Vidadi ilə təmaslamı, bu təmasın da bir 30-40 illik kitab uşaqlıq dövründən bu tərəfə tarixi olub. Mənim yadıma gəlmir ki, Vidadinin yaxşı dediyi bir kitabı oxuduqdan sonra məlum olsun ki, Vidadi biraz burada səhv eləyib, bu yaxşı deyil. Və yaxud əksinə, Vidadinin pis dediyi bir əsəri oxuyanda görəsən ki, yox əşi, bu Vidadi səhv eləyib, bu pis deyilmiş, burada müsbət cəhətlər də var idi. O baxımdan onun zövqü belə çox dəqiq bir zövq idi. Mən sizə deyim ki, bəlkə də belə o dedim 60-cı, 70-ci, 80-ci illərin ədəbi mühitinin mərkəzində olan bir adamlardan birisi idi. Və mən sizə deyim ki, o dövrdə onun o ədəbi zövqü də ədəbi meyarları müəyyənləşdirəcək bir rol oynayırdı. Yəni, nə demək istəyirəm? Məsələn, mən özüm hətta bir yazı yazanda, falan eləyəndə fikirləşirdim ki, görəsən, Vidadi bunu oxuyub nə deyəcək? Bilirsiniz?
Vidadi nə deyəcək? Məsələn, gedib indi bunu oxuyandan sonra gedib bir çayxanada oturanda, gedib bir yerdə bir məclisdə oturanda, gedib bir dostu ilə söhbət eləyəndə, kiminsə evinə gedəndə ya kiminsə öz evində qəbul eləyəndə nə deyəcək? Deyəcək Elçinin bu yazısı yaxşıdır, yox pisdir. Bilirsiniz, bu çox qəribə bir şeydir, qəribə bir hissiyatdır. O dünyada yox imiş, gördüyüm kəs yuxuymuş, nə siqaret çəkərmiş, hey sümürə-sümürə, nə də baş qaldırarmış, xırda bir səs səmirə. Oturmazmış burada, bu divarın yanında, görünməzmiş dərdimiz onun həyəcanında, özü olmadığından olmayıb bir arzusu, nə biz olmuşuq, nə o, ağ bir yalan imiş bu. Ağlama könlüm kiri, gözümdə yaş qalmayıb, o adda, o nişanda, o gözəl gənc cihanda olmayıb, olmayıb, olmayıb. Bu şeiri gözəl şairimiz Əli Kərim yazıb. Əli Kərim bu şeiri 1969-cu ildə ölümünə bir neçə gün qalmış yazıb və bu şeiri öz xatirəsinə həsr edib. Ancaq mən hər dəfə Əli Kərimin bu şeirini yadıma salanda, hər dəfə xatırlayanda mən elə bilirəm ki, Əli Kərim həm də bu şeiri Vidadi Məmmədova həsr edib. Vidadinin bir neçə hekayəsi çap olunub. Amma mən bunu tam məsuliyyətlə deyirəm ki, o bəlkə də sinəsində çoxlu povestlər, çoxlu hekayələr, çoxlu romanlar apardı. Bir dəfə təsadüfən indiki sahil metrosunun yanında mənə rast gəldi, dedi biraz gəzişək. Getdik, biraz gəzdik, elədik. O başladı bir əsər haqqında mənə danışmağa. Mən hardansa elə bildim ki, bu kiminsə əsərin Vidadi mənə danışır. Sonra məlum oldu ki, Vidadi yazmaq istədiyi povestin mənə danışır. Bu təxminən 2 saat yarım onun danışığı çəkdi. 2 saat yarımda o povesti demək olar ki, tən yarısını mənə danışdı. Amma mən çox təəssüf edirəm ki, o dövrdə nə mənim şəkim gedirdi ki, yəni heç olmasa yanımda mən diktafon gəzdirim ki, səsini yazmaq üçün. Ya nəsə bir, bəlkə də Vidadi onu hardasa yazıb və gəlib mənə danışırdı, hardasa onun özündən bunu alım. Yəni mən ömrümdə fikirləşməzdim ki, Vidadinin də taleyi yəni belə qara gətirəcək və o Vidadi heç nə ortaya qoymayacaq və bu əsəri də onun elə arzuları kimi alayarımçıq olacaq. Mən Vidadi ilə bağlı deməli ən çox düşündürən bir şey oldu. Vidadi bir vaxt ədəbi aləmə 2 hekayəsi ilə əməlli başlı hay-küy sensasiya yaratdı. Ən yəni o dövrün mən deyərdim ki, mən səhv eləmirəm bunu deməkdə. Ən tanınmış, ən populyar yazıçıları da onun diqqətindən qaçmadı Vidadinin o hekayələri, 2 hekayəsi ilə. Və Vidadinin bütün yaradıcılığı da o 2 hekayə ilə bitdi və mən ömrüm boyu bu dəqiqədə fikirləşdim ki, görəsən nə əcəb, niyə yazmadı Vidadi? Sonraları mən bu qənaətə gəldim ki, mən elə gəlir ki, bəlkə də bu müvəqqətdir, bəlkə də əbədidir. Söz kəsərdən düşəndən sonra bir cəhəti bu ola bilərdi. Bu hamıdan ayıq, hamıdan həssas Vidadi bəlkə bunu hamıdan qabaq duymuşdu, bilmişdi və bu yazının da bəlkə mənasız şey olduğunu hiss eləmişdi, ona görə yazmırdı. Bir də mən onunla yenə də Vidadinin həssaslığına bağlı yozuram bunu yazmamağın. Belə ki, mən elə gəlir ki, yəni mən də bu yaşda artıq o qərara gəlmişəm ki, Vidadi bəlkə də bilirdi
dünyanın, bəşəriyyətin, insanların qəbul elədiyi, yadında qalan Füzuli, Nizami, Şekspir, Gilgamış dastanı və bəşəriyyətin yadında saxlamadığı, bəlkə də onlarla bu cür şairlərin olduğunu və bunların hamısının yaddan çıxdığını bilərəkdən mənasızlığını dərk elədi, yazmağın da bir boş şey olduğunu bildi ona görə. Çünki Vidadidə o qədər həyat duyumu, o qədər insanları tanımaq, gözəl tanımaq, insanın hər cəhətini, hər xarakterini, hər nöqtəsini, hər qatını, hər layını Vidadi qədər dərindən bilən mən ikinci bir adam tanımıram. İlahi insanı yaradanda elə yaradıb ki, o insan bu dünya üçün olan heç nədən yapışmamalıdır. İlahi insanı ancaq əbədi həqiqətlər üçün yaradıb. Əgər insan bu dünyada nə qədər çox yapışsa və bu dünyada nə qədər çox şeydən yapışsa, o qədər də Allaha əziyyət vermiş olur. Çünki Allah insanı bu dünyadan götürəndə və onu yerdən qaldıranda, çünki nə qədər əziyyət çəkməli olur. Və əslində Allah insanı göy üçün yaradıb, uçmaq üçün yaradıb. Və biz özümüz, bizə elə gəlir ki, biz yəni yer üzü ilə göy üzünü müqayisə edirik və özümüz yer üzünün evladı sayırıq. Və bu mənada Vidadi mənim tanıdığım, ümumiyyətlə oxuduğum bütün insanlar, istər Azərbaycanda, istəyirsən Azərbaycandan qıraqda, bu torpaqla ən çox, nə qədər çox bağlı olan, yer üzü ilə ən çox bağlı olan insan olsa da, Allaha ən az əziyyət verən bir insandır. Çünki o yer üzündə heç nədən yapışmadı. Və yapışdığı heç bir şeyə də mən demədim. Məsələn, ola bilsin ki, bütün nə qədər yazıların yazılmağında, şairin yazısının söz deməyində onun rolu olurdu. Ancaq hətta öz yazılarını da bəziləri imzasız yazırdı. Və mən həmişə bunu deyirəm ki, ümumiyyətlə şair, yazıcı yazısının axırında gərək mən deməsin və ki, onun adını da deməsin. Bu mənada böyük Füzuli də elə bil dünyadan daha çox yapışıbdır. Çünki hər qəzəlin axırında öz adını deyir və bütün klassiklərimizin hamısı. Bu mənada yəni Vidadi ən az yapışan insandır və daha çox göy üzünün olan insandır. Yəni göy üzünün, yəni ilahinin onu yaratdığı şəkilə hamıdan yaxın olan bir insandır. Açılan güllər də deyir, hər inən yaxşı enəcək, kiminin başına gülü, kiminin daşı yenəcək. Axtarıb məni tapmağa, bu dünyadan qopartmağa, gözlərimi qapamağa, ölümüm naşı yenəcək. Hardasa uzaqda deyil, tapacaq uşaq da deyil, yanımda uzaqda deyil, utanıb başı yenəcək. Keçib qaranlıq göyləri, eyni bir anda içəri, göy üzündən gör xəncəri, gözündən yaşı yenəcək. Vidadi gəzəri bir həqiqət idi. Vidadi gəzəri bir intellektual dolumu-dir. Və Vidadidən mən inanıram ki, çoxumuz öyrənirdik. Heç vaxt özünü müəllim kimi aparmazdı. Heç vaxt özünü öyrədən bir şəxs kimi aparmazdı. Amma Vidadi zövqü artıq o zamanlar bir meyara dönmüşdü. İnsan kimi onun da acısı var idi, həsrəti var idi. Bir şey yadıma düşür. Yaşını onun axıra qədər dəqiq bilən olmadı. Deyilənə görə çox yaşlı idi, amma çox cavan da görünürdü. Təsadüfi bir ölüm onu apardı. Mən elə güman eləyirəm ki, ədəbiyyatımız əgər bu gündə özündə daxili bir güc tapıb öz yaşamını davam etdirirsə, bu davam etdirmədə Vidadinin və onun kimi bir çox digər həqiqi ziyalılarımızın böyük zəhməti var. Mən elə gəlir ki, Vidadinin ürəyi bu gün də hansısa cümlələrdə döyünür, hansısa sətirlərdə eşidilir. Mən elə bilirəm ki, Vidadi bu gün də xatirələrdə
yaşamaqdan bezməyib. Bizim bütün ədəbi mühit müəyyən dövr, tutalım ki, 60, 70, 80-ci illər ədəbi mühiti Vidadi və onun kimi sənət fədailəri, ədəbiyyat fədailəri olmadan tam bütöv olmazdı. Mən buna inanıram. İnsan həm də dostdan yetim qalır. Vidadi bir nəslin bir növ birləşdirən bir gücüdür. Ağsaqqal deyə bilmərəm çünki o qədər yaşlı deyildi. Amma bir qüdrət idi, bir magiya idi ki, bir belə insanı birləşdirirdi. Və Vidadi vəfat eləyəndən sonra o insanlar, o dostlar demək olar ki, o şəkildə, o vəziyyətdə bir araya gələ bilmir. Çünki o insan yoxdur. Vidadi yoxdur, o insanların bildiyi artıq ortada deyil. Vidadinin çox müxtəlif, səviyyəli, səciyyəli dostları vardı. Əbülfəz İlki bəy, Abbas Abdullah, rəhmətlik Tanrıverdi Tango, Arif Mustafayev rəhmətlik, Şahmar çox yaxın dostuydu, yazıcı Şahmar, Nüsrət Kəsəmənli, Kamal Abdullayev, Niyazi Mehdi. Yəni bu dostlar müxtəlif yaşlı idilər, müxtəlif səviyyəli idilər. Eyni zamanda yaşlı nəsildən onun çox sevdiyi Ələkbər Salasadə, İsa İsmailzadə ona çox yaxın idilər. Amma Vidadi hər dostun yerini bilirdi, hər dostun məqamını bilirdi və onun ürəyində hər dosta ayrıca bir yer vardı. Mənim üçün Vidadi ordinar olmayan, basma qəlib olmayan, standart olmayan nadir bir şəxsiyyətidir. Yəni, belədir ki, istedadın ölçüsü çox zaman yazı sayılır və yaxud da ki, ortaya qoyulan bir maddi yazı, musiqi, rəsm və s. sayılır. Amma Vidadi bu cür ortaya az şey qoymuş, amma insanların ürəyinə adını, istedadını, hissini, duyğularını yazmış bir adamıdır. Yazı pozu əhli içərisində elə bir adam yoxdur ki, Vidadinin fikri ilə hesablaşmasın. Çünki Vidadi sözü çox dərindən duyan, hiss eləyən və söz haqqında heç kəsin yazmadığını deyən və bunu çox səmimiyyətlə deyən və bunu çox bəzən sərt deyən bir adamıdır. Qəbrinin üstündə mərmərdən şəklin var. Gülümsüyürsən, həyata, ölümə gülümsüyürsən. Həyatdan köçdüyün bu illər ərzində üzündən təbəssüm əksilməyib. Bəlkə hər gün bizimləsən, bəlkə hər gün sözün, özün yada düşürsən, ona görə. Bəlkə biz sənə yaxınlaşırıq, ondandır. Hər nədən olursa olsun, şəxsən mən səni bu dünyadan köçmüş bilmirəm. Özünün dediyin kimi, cənnətlə cəhənnəmin sərhəddində dayanıb hər ikisinə gəlmiş və gələcək dostlarını gözləyirsən. O qədər deyilməmiş sözlərin qalıb ki, ölümə gülümsəyən, ölümlə də zarafat eləyən adam, sənin kimi adamlar olmasaydı, bu dünya bir qara qəpiyə dəyməzdi. Vidadi. O Bakıya nə üçün gəlmişdi? Qəzaya düşmək üçünmü? Çoxlu dost, tanış qazanıb, sonra da onlara öz yoxluğunu bağışlamaq üçünmü? O istedadlı adam idi. Onun insanlıq istedadı vardı. Çətini insanlıq istedadına malik olmaqdır. Yazmadı. Əsl tənqidçi ola bilərdi. Əvəzsiz nasir ola bilərdi. Nadir tərcüməçi ola bilərdi. Misilsiz publisist ola bilərdi. Bunların heç biri olmadı. Olmaq istəmədi. Ən ümdəsi onda ən fitri, ilahi istedad vardı. İnsanlıq istedadı. Sözə olduqca həssasdır.
Bir-iki kəlmə ilə qəribə hissiyatla tanış olduğu adamın portretini çizardı. Əlüstü tapdığı dəqiq, sərras sözlə bir vəziyyəti, bir mənzərəni, bir hadisəni, bir psixoloji anı canlandıra bilərdi. Bir Həsir, bir Məmməd Nəsir olsa da, mənən çox zəngin adamdı. Bənzərsiz iç dünyası vardı. Çox dəyərlərin timsalı olmağa ləyaqəti çatardı. Hər hansı bir əsər və ya şəxs haqqında rəyi ən möhtəbər rəy idi. 60-cı illərdə Vur Tut İkicə hekayəsi çıxdı. Amma bunların bir romanlıq əks sədası oldu az qala. Sonralar çox yaz dedik. Amma yazmadı. O hekayələri oxuduğum vaxtdan azı 30 il keçib. Amma yadımdadır ki, çarpaz bucaqlarda biraz Anarın, Yusifin təsiri hiss olunsa da, Vağzalda hekayəsində əvvəldən axıracan Vidadinin öz nəfəsi, bir də əsl Vağzal ab-havası duyulurdu. Amma o bir cüt hekayədən sonra o çarpaz bucaqlar bir də heç vaxt kəsişmədi. O Vağzala Vidadinin bir də yolu düşmədi. İllər ötdü, amma Vidadi heç nə yazmadı. Mənə elə gəlir Vidadi yazmağın əzabını çəkmədiyi kimi, yazmamağın da əzabını çəkmirdi. Çünki yazmaq adama özünü boşaltmaqdan ötürü lazımdırsa, Vidadi səhərdən axşamacan çayxanada danışıb ürəyini boşaldırdı. Yox, yazmaqda məqsəd şan-şöhrətə çatmaq, bu dünyadan nəsə böyük bir şeylər almaqdırsa, buna da Vidadinin heç bir həvəsi zadı yox idi. Vidadiyə yazdığım bir şeirdə bir acı misra var. Mən bu ömrü uduzdum. Amma Vidadi doğrudanmı öz ömrünü uduzmuşdu? Bəs onda öz ömrünü udan kim idi? Mən inanmıram ki, bu sualın cavabında bizim taytuşlarımızdan kimsə əlini qaldırıb, mən desin. Və hətta ürəyində özünü udmuş sayan varsa da, qoy buna tam arxayın olsun ki, ömür adlı bu oyunda ən pis uduzan elə onun özüdür. Oyun. Vidadinin xatirəsinə. Nə pis yuxu tutdu məni günün gün ortasında. Bu şəhərin, bu küçənin, bu ömrün ortasında. Bir qış günü yatdım ancaq, durub gördüm payızdı. Bu kartları dəyiş Allah, mən bu ömrü uduzdum. Gecəsini, gündüzünü götür, bir də qarışdır. Düş, gözümün qabağında burada, yerdə qarışdır. Qara günlər arasından bəlkə bir ağ gün çıxa. Ya çıxa qətlimə fərman, ya ölüm hökmün çıxa. Amma cıqallıq eləmə. Düz oyna. Təmiz oyna. Mən gedirəm cəhənnəmə. İlahi. Mənsiz oyna. Təbii ki, onu daxildən tanıyan, duyan, sevən, qiymətləndirən bir qism adamları çıxmaq şərti ilə Vidadini insanlar, Vidadini cəmiyyət xəşlədi, insanlar xəşlədi Vidadini. 88-ci ildə Vidadi noyabr ayında dünyasını dəyişdi. 48 yaşı vardı.
Amma Vidadi öz içində təxminən bir 100 il yol getmiş adamıdır. Artıq. Vaqif Bayatlı Önər 88-ci il Şahmarın, Vidadinin və o il torpağımızın üstündən torpağımızın altına köçənlərin hamısının xatirəsinə 88 28 88 iki gözdən bir dərdin sapına düzülüb gələn 4 damla göz yaşları 88 səs-səsə verib ağlaşan iki körpə, iki bələk 88 Bu ildə dəli olmadım, ağıllı qardaşlar. Ağıl verməli olacaqsınız mənə bir ildə. Kəndimizdəki əli belli kəndçilərimiz bu ildə qəbrimi qazmadınız. İşləməkdən çanaqlaşmış əlləriniz üçün şeir yazmaqdan başqa, qazdığınız qəbrə hoppanmaqdan başqa, bir də onun rahatlığını tərifləməkdən başqa heç nə gəlmir əlimdən, qardaşlar. Məni bağışlayın. Bu ildə yenidən sevdim sevdiklərimi. Bu ildə kiminsə qız qalasından, kiminsə Oğuz qalasından atılıb, göy üzündə şeir deyə sübut elə bilmədim sevgimi. Bilmirəm. Sevginin ehtiyacı varmı sübuta? Hər şeyi sübut eləmək canımda bir azardı mənim. Bu ildə hər savab işimə cavab, cəza gözlədim Tanrıdan. Bilirəm, bu şeir yazdırmaq üsuludur Tanrının. Bizi də belə xoşbəxt eləyir. Bədbəxtləri bir daha bədbəxt eləyən Tanrı. Bu ildə uşaq tək qapımı qoyub qaçdı ölüm. İndi ölümün uşaq bağçasında böyüyür. Ya da ölümün məktəbində adımın ilk hərfini yazmaq öyrənir. Gül xəttin mübarək ölüm bala. Bu ildə yuxulardakı kimi yaşadı uşaqlar, qocalar. Uşaqlar bir ildə uşaqlaşdılar. Göy üzündən qocalar uşaqlaşdılar bir ildə. Uşaqlaşdılar. Bir ildə yaxınlaşdılar göy üzünə. Bu ildə göz yaşının bitirdiyi ağacları, göz yaşının yazdığı kitabları bir də daddım. Şükür. Yenə göz yaşı daddılar. Dünyanın sonunda daddıqları tək.